300 ildən çox idi ki, qarakəllə kökü ilə qanıq nəslinin arasında qan axırdı. 300 il idi ki, iki kök arasında döyüşlər gedirdi. 300 il idi ki, yan-yana, qırıla-qırıla, təzədən cücərə-cücərə yol gəlirdilər. İmirin atası axırıncı qarakəllə idi. 7 il bundan qabaq Göydəmir atların üstündə arvadı Sənəmlə yaylaqdan enirdilər. Axşam toranlığı idi. Torağaylar səs-səsə verib çığırışırdılar. Göyüş başını qaldırdı, havaya baxdı. Köç gedir, dedi. Torağaylar ona görə oxuyur. Sənə bir söz deyəcəm, amma başıma gülmə. Bu uşaq boyuma düşəndən divarın o üzünü görürəm. Sənəm xatın əlini yumşaqca qarnına çəkdi. Divarın o üzünü görürsən? Hə, mənə elə gəlir görürəm. Bir dəfə evdən baxdım ki, qızbəs arvad qapıdan əl eləyir. Elə bildim yuxudur. Evdən çıxdım, gördüm ki, doğrudan da əl eləyir. Dedi, səni çağırmıram. Sonra eşikdən evə baxdım. Evin içi görünürdü. Boş şeydi, inanma. Göyüş atı yaxın sürüb, qolunu Sənəm xatının boynuna saldı. Silkələnə-silkələnə güldü. Sənəm xatın, göy yemək istəyirəm, dedi. Düş mənə quzu qulağı dər. Ota yerikləmişəm. Az qalıram, düşüb otduyam. Bax, təfikləyir məni. Göyüş atdan düşdü. Yamacdan quzu qulağı, yemlik, quş əbbəyə yığdı. At birdən-birə kişniyib ayağını yerə döydü. Yamacdan bir tülkü çıxdı. Ütələnə-ütələnə özünü dərəyə saldı. Göyüş quruyub qalmışdı. Tülkü tüfəng görüb. Öz tüfənginə baxdı. Yəhərin qaşından asılmışdı. 3 atlı başının üstünə aldı. Tərpənmə, qara kəllə Göyüş. Tüfəngin üçü də Göyüşə tuşlandı. Göyüş öz tüfənginə baxdı. Başı aşağı asılmışdı. Sarala-sarala gülümsədi. Göyərtini verim, məndən quzu qulağı istəyib. Yerindən tərpənsən vuracağıq. Sənəm xatın ağır-ağır atdan düşdü. Atlıların qarşısında diz çökdü. Kəlağayısını açıb, saçlarını göylüyə dağıtdı. Atlılardan biri tüfəngini yanına saldı. Yaxşı, qara kəllə oğlu, halalını apar, görüşərik. Göyüş Sənəm xatının qolundan qaldırdı. Öz əli ilə saçlarını yığdı. Kəlağayısını örtüb, ata mindirdi. Özü də minib atlılara sarı döndü. Harda olacaqsınız? Hara gəlim? Ağçallıda gözləyirik. Kimlə gələcəksən, işimizi bilək. Bizdən heç kəs qalmayıb, qanıq oğlu. Tək gələcəm. Nə yaman qorxdun? Atlılar yamacları diksindirə-diksindirə çapıb gözdən itdilər. Bir vaxtlar qanıq ağanın nəslində ölən qalandan çox idi. Get-gedə kökü kəsilməkdə idi. Sonra hökuməti tanıdılar, bac verib, bağır basıb qulluğunda durdular. Hökumət qanıq nəslini yaraqladı. At oynadıb meydan sürdülər. Qarakəllə nəsli azalmağa, soğulmağa başladı. Qorxdunmu Sənəm? Quzu qulağından ver yeyim. Bir xeyli dinməz söyləməz quzu qulağı yedilər. Elə bir Sənəm xatının içindən canına yayılan turşluğa sarı əl uzanırdı. Göyüşün keyfi kök idi. Mahnı oxumaq istəyirdi. Sənəm xatına sarı döndü. Bir işlərindən razı qaldım ki, sənə hörmət elədilər. Quzu qulağını yedirə bildim sənə. Sənəm xatının yanaqları boyu göz yaşı axdı. Yəqin ki, ağladığından özünün xəbəri yox idi. Rahat-rahat quzu qulağı yeyirdi. Ürəyim pis olub. Qorxuram vuralar səni. Ürəyini sıxma. Onsuz da biz 200 ildən çoxdur ki, öz əcəlimizlə ölmürük. Oğlun olsa, adını İmir qoyarsan. Oğlan olduğunu bildirməzsiz. Onu da bikə kimi eləyərsiz. Deyərsiz qızdır. 15 yaşına kimi qız paltarından çıxartmazsan. Anama de, bikənin adı Vəkildir. Birdən yadından çıxmış olar. Hörüyün
Kəsməyə hələ tələsməyin. Dediklərim yadında qaldımı? Düş atdan halallaşaq. Kəndin ətəyi idi. Toran qovuşa qovuşdaydı. Qarşı yamacda hürü qarı, yanında da 14 yaşlı, oğlan boylu bikə qoyun otarırdı. Göyüşlə Sənəm dizi üstə düşüb qucaqlaşdılar. Öz əlimlə səni ölümə necə göndərim? Ağlama, özün bilirsən ki, getməliyəm. Hara getdiyimi anama demə. Atı minib Axçallı dağlarına sarı çapdı. Sənəm xatının içindən quzuqulağının turş dadına sarı uzanan əl, elə bu Alçallı dağına sarı çapan atlıymış. İçini dartıb çıxartdılar. Qulaqları qurğuşun tökülmüş kimi batdı. Arxası üstə otluğa yıxıldı. Sənəm xatın torpağın üstündə cücərməkdə olan toxum təki idi. Özü elə bil öz gözlərindən, qulaqlarından quyuya düşüb boğulmaqdaydı. Hürü qarının çığırtısı yer üzündən Sənəm xatına gəlib çatmırdı. Kimlərinsə sarı-sarı saçlarına dolaşa-dolaşa qaranlıq bir quyuya enirdi. Ay qız bəs, ay Fatma, gəlini hal apardı. Ay sizə qurban olum, köməyə gəlin. Hürü qarı Sənəm xatının ağappaq bəyaz üzünü şapalaqlayırdı. Amma Sənəm xatın fikri, düşüncəsi qədər dərin bir boşluğa enməkdəydi. Bikə, tez ol, bıçaqla suyu doğra, ananı hal aparır. Bikə qurşağa qədər çaya girdi. Suyu eninə uzununa doğramağa başladı. Bağır ədə, bağır, vurğun vurmuş, səsin batdımı? Bikənin kəlağayısı başından düşdü. Su apardı. Yoğun, gödərək qara hörükləri suya sallandı. Qanıq nəsli, oğullu, uşaqlı, arvadlı, qızlı tamaşaya durmuşdular. Qışqır, suyu doğraya-doğraya bağır, kişi səsi lazımdır. Hələ heç kəs, heç nə başa düşə bilmirdi. Arvadlar Sənəm xatının başı üstündə qazan döyürdülər. Döyülməkdən Sənəm xatının ağ üzü qıpqırmızı qızarmışdı. Bikə suyu doğraya-doğraya bağırdı. Hey! Bu, özünü təzəcə tanımış 14 yaşlı bir kişi səsi idi. İldırım kimi çaxıb selləri, suları atladı. Dağlara, daşlara dəyib, böyüyə-böyüyə uzaqlaşdı. Qız paltarlı, enli kürəkli bir adamın 14 il gizlətdiyi səsi idi. Sənəm xatının gözlərindən, qulaqlarından enib sarı-sarı saçların dolaşığını açırdı. Sənəm xatın özünə gəldi. Gördü qulaqları əllərdədir. Körpə səsi eşitdi. Neçə vaxt idi bu səsi içindən eşidirdi. Qarakəllə Göyüşün əkiz oğlu oldu. Göyüşün 2 oğlu oldu. Bikə oğlanmış. Ürəyimə danmışdı. Belə qızmı olardı? Qonum qonşunun səsi aydınlaşa-aydınlaşa yaxınlaşırdı. Arvadlar Sənəm xatını qolluğun üstünə qoyub ev apardılar. Bikə sudan çıxdı. Donunu, köynəyini soyundu. Altında oğlan paltarı vardı. Belindən gümüş xəncər asılmışdı. Hörüklərini kürəyinə atıb, təzə kişi yerişi ilə qapılarına getdi. Kənd təzə qan gözləyirdi. Hamı boylanırdı ki, görsün güllə hardan açılacaq. Qanıq nəsli bölük-bölük olub dağılışdılar. Dursun ağaya xəbərə qaçdılar. 70 yaşlı Dursun ağa bu xəbəri eşidən kimi yastığa dirsəkləndi. Gördünüz köpək uşağı. Qara kəllələr belə yatırdır adamı. Sənəm xatın da çayın qırağında əkiz oğlan doğdu. Dursun ağa uzanıb gözlərini qəmətə dikdi. Gətirib su içirtdilər. Qurtarmaq bilməyən bir tarixə təzə izlər düşürdü. Kənddə ayağı tutan böyüklü-kiçikli Bikənin ardınca gedirdilər. Adı nəymiş? Vəkilmiş. Mən də deyirəm evdən niyə bayıra qoymurlar? Qızba Sərvadın 20 yaşlı qızı Bəyim vəkilə baxıb gülümsəyə-gülümsəyə ağlayırdı. Bikənin oğlan olduğunu yalnız Bəyim bilirdi. 5 il idi qucaqlaşa-qucaqlaşa böyüyürdülər. Anası evdə olmayanda yükün üstünə çıxırdılar. Bəyim Bikəni bağrına basıb, nəfəsi təngiyə-təngiyə
Səni mən oğlan elədim deyirdi. Haçaq qız paltarını soyunacaqsan, onda sənə gedəcəm. Sən mənim balaca ərimsən, həm oğlumsan, həm ərim. Bax, heç kəsə demə ha. Nənəm deyir bilsələr oğlanam, məni öldürəcəklər. Vəkil elə bil kəndə ilk dəfə idi gəlirdi. Elə həmin andan böyüməyə başlamışdı. Qız adının ağırlığı altında sıxılan kürəkləri özünün xəbəri olmadan enlənməkdə idi. Sənəm xatına quymaq yedirdirdilər. Ye, gör göyüş gəldimi nənə? Hara getdi? Cəmaatı çıxart evdən. Qonum-qonşu söylənə-söylənə, deyinə-deyinə dağılışdılar. Tanrı tarmar eləsin səni, ay ağalıq, yer götürməsin səni, ay dursun. Bu yazıqların kimi qaldı az? Göyüşü də mi? Nə bilim, yoxdur, hardadır, kim bilsin. Gərək köçüb gedeydilər, yerimi yoxdur. Hürü qarı dırnaqlarının ucundan soyula-soyula buz bağlayırdı. Çağalar ağlayırdı, kirimək bilmirdilər. Hürü qarının səsi birdən-birə kərlənib kişi səsinə döndü. Ağlaya-ağlaya ağlamayın dedi. Sənəm xatın da ağlayırdı. Uşaq da, vəkil də. Olmalıydı. Gözləyirdim, amma tez oldu. Göyüş Ağçallı yamacına qalxdı. Atın üstündən qayalıqlara sarı boylandı. Daşların, qayaların ardı xatayla doluydu. Xata alın yazısı kimi hərliyə-hərliyə göyüşü aparırdı. Demək istədiyi sözdürmü, oxumaq istədiyi mahnıydımı, nə idisə ürəyində qalmışdı. Başqa nigarançılığı yox idi. Ac qılınca çapan kimi xataya çapırdı. Beybəkin atlıları da qarşı yamacdan çıxdılar. Bir güllə arası dayandılar. Beybək atın üstündən dikəlib, "Gəldinmi?" dedi. "Qarakəllə oğlu." "Gəldim, qanıq oğlu." "Neçənci olduğunu bilirsənmi?" "Bizdən bir mən qalmışam. Biz sayı itirdik." "Bəs sizdən?" "Bizdən 100-ü keçib." "Özünüzü də gəlin üstünə." Belə deyib qarakəllə Göyüş ayaqlarını üzəngidən çıxartdı. Beybəkin tüfəngi yavaş-yavaş qalxırdı. Yanındakını qorxu boğmuşdu. Ona görə də səsi xırıldadı. "Köpək oğlu" dedi. "Gözlərindən vuracam." "Qanıq oğlu, yanındakına de, 300 ildir. Düşmənçilik eləyirik, amma aramızda söyüş olmayıb. Özünüzü də gəldinmi ölənlərinizin üstünə, neçə elədi?" Qanıq oğlunun tüfəngi qalxmağı ilə Göyüşün qayanın dalına atılmağı bir oldu. Göyüşün tüfəngi elə göydə açıldı. Söyüş söyən atlının bağırtısı güllələrin səsini batırdı. Səsi bayaqkı kimi xırıltılı deyildi. Qomrov kimi cingildədi. Çünki artıq qorxusu yox idi. Bayaqkı səs, bayaqkı qorxusunun səsi idi ki, Göyüşün gülləsindən qabaqda qalmışdı. Özü də elə bağırtısı kəsilənəcən yaşadı. Aşırılıb atın dırnaqlarına düşdü. Qalan atlının hərəsi bir yana çapdı. Hərə bir tərəfdən qayanı gülləyə basdılar. Göyüş gözünə dəyən qaraltıya bir güllə atdı. Güllənin ətə dəydiyini qolları ilə hiss elədi. Arxasından Beybəkin səsi gəldi. "Göyüş, üzünü döndər." Dönən kimi ikisinin gülləsi də bir yerdə açıldı. Bircə anlığa ikisi də gülümsədi. İkisi də döyüşdən razı qalmışdı. Əvvəlcə elə bir Göyüşün sağ döşünün altına buz bağladılar. Sərin, gözəl, ayazlı yaylaq havası doldu içinə. Yavaş-yavaş da alışdı. Qayaya dirsəklənib atını çağırdı. "Qaşqa, qaşqa." Bu, Göyüşün dünyanın havasında qalacaq sonuncu qışqırtısıydı. Əvvəlcə kişnərti gəldi. Sonra atın özü göründü. Sürünə-sürünə qayaya çıxıb yəhərə aşırıldı. Bu da Göyüşün son gücü idi ki, son dəfədə özünə lazım oldu. Tabut aparırmış kimi kəndə bir-birini yanınca iki at gedirdi. "Göyüş, sənsən?" "Mənəm Beybək." "Haranla dəyib?"
sinəmdən. Sağdımı, soldumu? Sağdır. Sənin harandan dəyib? Qarnımdan vurdun göyüş. Çünki sən aşağıdaydın, mən yuxarıda. Ağrın çoxdur onda. Hə, bəlkə ağrıyır. Göyüş, bir dəfə də vurmaq istəyirdim səni göyüş. Onda 20 yaşım var idi. Sizin nəslin yaşını biz sizdən yaxşı bilirik. Göyüş, hə, düşmənçilik yaxşı şeydir. Nəyi yaxşıdır? Adam tez böyüyür. Amma evə sağ getsəm, deyəcəm barışıq eləyin. Sən də deyərsən, yaxşı mı? Yaxşı. Amma bizdən kim qaldı ki, daha barışıq, nəyimizə lazımdır? Atlar kəndin girəcəyində ayrıldı. Torpaq yolla nallı ayaqlarını tappıldada hərəsi bir yana döndü. Səhər əyri qardan 6 tabut çıxdı. Üçü qanıq nəslindən, üçü də qarakəllə kökündən. Qarakəllə göyüş, Sənəm xatın, bir də əkizlərin tayı. Qanıq nəslinin ağbirçəkləri hürü qarının yanına barışığa gəldilər. Ağsaqqallar bikənin hörüyünü kəsib, adını Vəkil qoydular. Vəkil bir neçə ilin içində içi qanıya böyüyüb, imirçə igid oldu. İçindəki qanlı toxumlar da cücərə böyüyürdü. Hərdən gözlərinə sağılan qan da həmən qanıdır. Əyri qarın 7 oylağına, 7 obasına car çəkildi ki, qarakəllə kökü ilə qanıq nəsli barışıb. Sönməkdə olan qarakəllə ocağı təzədən tüstülənə közərməyə başlamışdı. Qanıq nəslinin ağsaqqalı Dursun ağa 3 gün idi ki, can verə bilmirdi. 3 gün idi ki, bağırırdı. Əyri qar yaranışından belə qorxunc səs eşitməmişdi. Dursun ağanın səsi 7 ağaclıqdan eşidilirdi. Qarılar saç yolub üz cırırdılar. Allah, iraq elə, yer götürmür Dursun ağanı. Qanıq nəsli diri-diri kişiyə ehsan verirdilər. Qurban kəsib qapı-qapı paylayırdılar ki, Dursun ağaya Allahın yazığı gəlsin, alsın canını. Amma Dursun ağanın ruhu özünə yer tapa bilmirdi. Canı gəlib boğazına yığışmışdı. Səsi də ona görə belə qorxunc idi. Pişiklər bu səsin qorxusundan ağaca dırmaşmışdı. Atlar kişniyə kəndi 4 dolanırdı. Çayın suyu damar olub 4 yarılmışdı. Dursun ağa dilini bağlayıb acından öldürdüyü atları görürdü. Qarakəllə kökünün duzlaq daşlarına ağı töküb qırdığı sürüləri görürdü. Atla ayaqlatdığı uşaqları, qarnını yırtdığı qarıları, yediyi haramları görürdü. Ona görə də ölə bilmirdi. Dursun ağanın ruhu it olmağa hazır idi. Təki ağzından çıxa biləydi. Ölsə də xortlayacaq deyirdilər. Dursun ağa doğrudan da gecənin birində xortlayıb qapılarına gəldi. Vurub bir də öldürdülər. Ruhu qanıya qayıdıb getdi. Falçıya baxdırdılar. Falçı bir də gələcək dedi. 3 kərə ölmək görünür Dursun ağaya. Emir təzədən doğulan kimi idi. Ağrısından qəfəsdən quş çıxan kimi çıxmışdı. Dünyanı da elə bil təzədən görürdü. Sular diridimi ay nənə? Hara gedir sular? Diridir dərdin alım. Hər şey diridir, daş da diridir. Daş var ki, bitib, böyüyür. Hamısının yaradanı var. Ağaca balta qaldıranda ağlayır ki, vurma məni. Bəs sular hara gedir nənə? Heç yana getmir, dərdin alım. Gedib yer üzünün o yanından qayıdır. Yenə kəndimizdən keçir. Nənə, və ağacı niyə kəsirlər? Daha ağacların səsini eşitmirlər. Eşitsələr, kəsməzlər. Emirin iri gözləri iri açılıb dünyaya zillənirdi. Suya baxırdı, suya hupurdu. Ağaca, yaşıllığa, göy üzünə hupurdu. Səhər namazında, günorta namazında, İlkindi namazında çatlayan sümüklərini bitirə nənəsinin ətəyindən tutub avtavasını gəzdirirdi. Emir
Yerinə uzanıb gözünü çırağın işığına dikmişdi. İşıq get-gedə böyüyürdü. Böyüdü, böyüdü, evlərinin balaca bacasından qaranlığa axdı. Nənə, işıq da diridirmi? Diridir dərdin alım. İşıq mələkələrin oyun yeridir. Dəli Domrul sırıqlısına bükülüb buxarının qırağında oturmuşdu. Saçı saqqalı ağappaq idi. Bu evə gələn gündən başqa qapını açmadı. Gecəli gündüzlü bir gün ağladı, ağladıqca çox şeylər yadına düşdü. 20 il gözlərindən dammayan göz yaşları axıb, Dəli Domrulun itmiş yaddaşını yuyurdu. Ağlayıb elə buxarının qırağındaca yatdı. 3 gün, 3 gecə ayılmadı. Yatanda saçı saqqalı qara idi. Oyananda ağappaq oyandı. Hürü qarı başının üstündə idi. Damcı-damcı ona süd içirdirdi. Yuxumda dedi, anamı gördüm. Allaha şükür eləyirdi. Gördüm balaca uşağam, anam mənə süd verir. Dəli Domrul ağıllanmağa başlayan gündən hamının gözü görə-görə qocalmaqdaydı. Cod saqqallı, sərt saçları, ağac çiçək açan kimi açılıb ağarırdı. Saçında, saqqalında elə bil xışıltı gəzirdi. Bir həftə əlləri qaşıya-qaşıya saçında, saqqalında qaldı. Elə bilirəm başım suyun altındadır, üstümdən su keçir. Az qalıram dəli olam Hürü ana. Hürü qarı yüzü yaşamışdı, birdən-birə qocalan adam görməmişdi. Bir həftədən sonra Dəli Domrul qopqoca, nurlu bir kişi oldu. Hürü qarı taxtın üstündə yer saldı. Vəkillə əlindən tutub taxta çıxartdılar. Kəndə hay düşdü ki, Dəli Domrul ağıllanıb. Ağıllanan kimi də qocalıb. Böyükdən kiçiyə hamı axışıb tamaşaya durdu. Axşamüstü idi. Domrul camaata baxdı, birdən Hürü qarıya dedi. Birazdan öləcəm Hürü ana. Camaata denən dağılışmasınlar, məni aparsınlar. Dəli Domrul gülümsüyə-gülümsüyə yerinə uzandı. Hürü ana, gəl əlini gözlərimin üstünə qoy. Camaat Dəli Domrulun tabutunu çiyninə götürüb apardılar. Həmin gecədə İmir yerində yatanmadı. Yenə ayıq idimi, sayıq idimi, bilmək olmadı. Taxtın üstünə bir ağsaqqal kişi uzanıb. Qorxma, yat, gözünə görünür. İmirin qara qorxusu Hürü qarını da bürüdü. Əvvəl buxarının dibinə baxdı. Buxarının dibinə çökmüş qaranlıq qara çadıra kimi yırğalandı. Sonra öz taxtının üstünə baxdı. 100 ilin başından ayağına yol gedib yorulub işlənmiş gözləri alacalandı. Ağsaqqal bir kişi görünüb tez də yox oldu. Vəkil, gəl gör nə deyir yenə bu uşaq. Nə olub? İmirə sarı getdi. Nə deyirsən yenə? Uşağın gözləri vəkilə dikilmişdi. Vəkilin canını elə bil çəkirdilər. Ürəyi ağzına gəlişdi. Ağlamaq istədi. Göz yaşısız, quruca hönkürdü. İmirin çiyinlərindən tutub silkələdi. Ayyam, bax, nənəmin taxtına kişi uzanıb. Vəkil elə qışqırdı ki, qara damdan qara torpaq töküldü. Səsi 7 ağaclıqda eşidildi. Sənin Allahın yerə tökülsün. Nə Allahsız uşaqsan, Bizi də dəli elədin sən. Qalxıb hirsli-hirsli taxta sarı getdi. Yorğan döşəyi dağıtdı, taxtdan yapışıb, yanı üstə döndərdi. Hanı bə, hanı? Gözünü çıxardacağam sənin. Qoy bir səhər açılsın. İmir ağlayıb yorğana büküldü. Hürkək-hürkək gözlərini nənəsinə dikdi. İmirin bədəni Hürü qarının əlinə sarı dartınırdı. Tükləri ayrıca, gözləri ayrıca oxşanıb, sönmək istəyirdi. Vəkil yaxınlaşdı. Sən eləmsən bunu belə. İndi də özünə gələ bilmir. Uşağı uşaq kimi böyüməyə qoymadın. İmirsə özü bildiyi kimi alabəzək, dolaşıq yuxular görə-görə böyüyürdü.
Vəkilin sürüsü yamaca döşənib otlayırdı. Çənli, çiskinli, həm də günəşli bir gün idi. Dağlara, yamaçlara enib, çökmüş dumanın çənin içində günəş sarala-sarala işıq saçırdı. Çənin çiskinin üstündənmi, otların arasındanmı gələn çöl quşlarının səsi də nəmli idi. Ara bir mələyən qoyunun, quzunun səsindən də bilmək olurdu ki, neçə vaxtı yağış yağır. Düzənlərdəki torpaq yollar, döşlərdəki cığırlar yağışdan, sudan yerinə batmış kimi idi. Vəkil bir daşın başında oturub, barmaqlarının, biləyinin sümükləri ilə oynayırdı. Kəhər at sürüdən biraz aralı dünya tarixinin ulu başlanğıcından indicə gəlib çıxmış kimi yaraşıqlı boynunu qanırıb, iri alma gözləri ilə yağışın, suyun əlindən yerə batmış kimi görünən dağ yoluna sarı baxırdı. Sonra içindən oxrandı. Vəkil qalxıb ata tərəf gəldi. Sarac idi. Atın belində çəndən, çiskindən çıxıb üzü aşağı gedirdi. Gördü ki, vəkil yəhərə sıçradı. Getməyi özünə ar bilib atı saxladı. Əlini yəhərin qaşındakı tüfəngi aparan kimi vəkil başının üstünə aldı. Tüfəngi yerinə qoy. Qanıq oğlu, atalarımız barışıq eləmişdi. Sən onların ruhunu tapdaladın. Qardaşımın qolunu qırdın. Qolların qırılmalıdır. Vəkilin dağ boyda gövdəsi yavaş-yavaş Saracın üstünə yeriyirdi. Dillən qanıq oğlu. Atlar yanaşı dayanmışdı. Vəkilin səsi gəldikcə titrəşib yerlərində oynayırdılar. Düş atdan Sarac. Qanı təzələdin sən. Düş, qollarını qıracağam. İmirin ağrısının cavabı sənin qollarındır. Saracın əli yenə də tüfəngə sarı uzandı. Çək əlini, öldürməyəcəyəm səni, amma qollarını qırmalıyam. Vəkilin 2 adam boyu olan boybuxunu, enli pələ biləkləri, düyünlü əlləri Saracı qurudub yəhərə yapışdırdı. Atların səbri yiyələrinin səbrindən gödək oldu. Yerlərindən oynayıb hərəsi bir yana götürüldü. Sarac tüfəngi açana kimi vəkil yetirdi çiynindən yapışıb sıxdı. Çoxdandır sınıq görməyən barmaqları əti əzib zəli kimi sümüyə dirəndi. Saracın çiyin sümüyünün çatladığını vəkil barmaqlarının ucu ilə eşitdi. Çəkib atdan yerə saldı. Saracın bir əli yanına düşmüşdü. O biri əli ilə xəncərini çıxartdı. Dillən qanıq oğlu. Çoxdandır səsini eşitmirəm. Yaxın gəl. O biri çiynini də sındırım. İmirin də çiyini idi. Sarac vəkilin iriliyinin qarşısında dayana bilmədi. Sürüşüb yerə oturdu. Başını aşağı saldı. Gözlərini vəkilin çarıqlı, yekə ayaqlarına dikdi. Yavaşcadan, dilinin ucuyla düşmənçiliyi təzədən başlayırsan, dedi. Qalx ayağa, səndən İmirin haypını alıram. Sarac yerindən sıçradı. Xəncəri vəkilin sinəsinə indirdi. Vəkil onun biləyindən yapışıb sıxdı. Barmaqları ləzzətlə Saracın biləyini əzib, əti sümüyə ətə qarışdırdı. Saracın gözləri qan çəkmişdi. Dizinə dirənib ayağa qalxdı. Bu hayfı qoymayacağam səndə. Atını öldürəcəm, evini yandıracam. Dəli qardaşımın qolunu qırmışam, indi də başını kəsəcəm. Quru yurtda qalacaqsan. Qolları sallaqlı atına sarı getdi. Amma ata minə bilmədi. Vəkil gəlib onu qucağına götürdü. Sarac vəkilin qucağında uşağa oxşuyurdu. Vəkilin qollarının arasında canı sıxılmışdı. Sümükləri səs eləyirdi. Vəkilin barmaqları isə göz gətirmiş kimi Saracın oynaq sümüklərinin üstündə eşələnirdi. Vəkilin qollarının arasında bir bucaq sümük vardı. Qaldırıb yəhərə qoydu. Sürünü kəndə sarı döndərib ata mindi. Saracın ardınca çatdı. Sarac yəhərin qaşına sarı əyilmişdi. At ayağının səsini eşidib dikəldi. Düşmənçiliyi belə eləməzlər, qara kəllə oğlu. Gərək məni öldürəydin, qollarımı qırmayaydın. Saracın atını yedəkləyib yavaş-yavaş kəndə sarı sürdü. Hava həm günəşli, həm çənli çiskinli idi.
Ona görə də yerlə göy birləşmiş kimi görünürdü. Neçə vaxtıdır göydən beləcə günəşli çiskin yağırdı. Havanın belə olduğundan göydə quş da qalmamışdı. Gecə-gündüz göydən yox, otun əncərin içindən quş səsi gəlirdi. Yağmurdan otlar böyüyüb adam boyu olmuşdu. Qoyun quzunun yunu da otmuş kimi uzanıb saçağı yerə dəyirdi. Hamı qaşqabaqlıydı. Yağarlıq olduğundan elə bilirdin ağlayacaqlar. Böyük də, kiçik də bomboz bozarmışdı. Belə bir havada iki atlıydı. Yedək-yedəyə, şellənə-şellənə yol gedirdilər. Vəkil, nədir Saraç? Məni belə kəndə aparma. Deyərsən atdan yıxıldım, yaxşımı? Yaxşı. Və qollarımı kim sarıyacaq? Vəkilin barmaqları yüyən uzunu şütüyüb təzədən qayıtdı. Damarları boyu qəribə bir istilik dolaşdı. Özüm, sümüklərini bircə-bircə düzüb sarıyacam. Amma sən də de ki, atdan yıxılmışam. Yaxşı. Ağrısı çoxdurmu? Qorxuram ürəyim keçə. Dayan, yarpız verim qoxula. Vəkil atın üstündəcə əyilib yarpız dərdi. Saracı uzatdı. Vəkil, nədir? Qız vaxtın yadındadırmı? Yadımdadır. Özümə söz vermişdim ki, səni götürüb qaçacam. Babam hər gün deyirdi ki, Qarakəlli evində bir qız böyüyür. Onu gözdən qoymayın. Sən paltarını dəyişəndə babam acığından çatladı. Qolum sağalanda səndən hayfımı alacam. Bununla qurtaraq, bir də sizə pisliyim dəyməz. Nənəm öləndə dedi ki, Qarakəllə kökünə elə oğul gəlməyib, ondan özünüzü gözləyin. İstəyirsən bacımı verim sənə, vəkil? Yox, düşmən də dostun o biri ucudur. Nə dostdan qız al, nə düşməndən. Sizlə biz qohum olanmarıq. Sustular. At ayağının sulu, nəmli səsləri də iri-iri damcılar kimi yolun qırağı boyu otluğa yağır, yağışla, çiskinlə, çənlə bir yerdə düzənlərə hopurdu. Saracdan səs gəlmirdi. Vəkil atı saxlayıb yaxınlaşdı. Üzü üstə yəhərə yıxılmışdı. Əyilib bir dəstə şehli ot dərdi. Saracın üzünə vurdu. Emir nənəsinin dizinin dibində oturub qollarına kələf keçirmişdi. Nənəsi yumaqlayırdı. Dizləri ilə, ayaqları ilə hiss elədi ki, damlarının torpaq döşəməsi titrədi. Bir anlığa donub qaldı. Sonra atlı gəlir dedi nənə, ayyam gəlir. Kələfi atıb vəkilin qabağına yüyürdü. Atın üstündə rəngi saralıb inildəyən Saracı görüb dayandı. Döyüldüyü gün yadına düşdü. Çiyninin sınan sümüyü təzədən gərildi, üzü bozarıb bomboz oldu. 300 il sürən düşmənçilik, Qarakəllə kökünün qanını işlədiyi üçün balaca, arıq İmirin də birdən-birə qolları bərkidi. Bir parça daş kimi soyuyub dinməz oldu. Saracın iniltisi iynə kimi canına batmağa başladı. Bir anın içindəcə kənd bir-birinə dəydi. Qanıq yurdunda atlar kişlədi. Birazdan çəpərlərin üstündən aşa-aşa, illər boyu yiyələri kimi qana, tüfəng səsinə, iniltiyə, qarğışa acıxan atlar özlərini Qarakəllə yurduna saldılar. Saracın bacısı oğlanları, əmisi oğlanları yaraqlı-yasaqlı qapıda at oynatdılar. Vəkilin barmaqları Saracın sınmış sümüklərinin üstündə gəzirdi. Saracın iniltisi vəkilə çatmırdı. Sınan sümükləri yığıb, yaxıya qoyub sarılmışdı. Saracın nəfəsi indi özünə gəldi, su istədi. Hürüqarı şirini düzəldib verdi. Çıx eşiyə, Qarakəllə oğlu. Atlıların biri qışqırıb göyə güllə atdı. Çıx, Qarakəllə oğlu. Qarakəllə oğlu sözü vəkilin qanında gəzdi. Dikəldi, əzələləri dərisinə ağrıdana kimi gərildi. 300 ilin o başından gəlirmiş kimi ağır-ağır, köklü köməkli qapıya çıxdı. Vəkil çıxma, vurarlar səni. Sarac belə deyib qalxmaq istədi. Hürüqarı kömək eləyib qaldırdı. Vəkilin ardınca eşiyə çıxdılar. Tökülün atdan! Vəkilin səsi atlıların üstündən ildırım kimi keçdi. Kəndin qara damları titrədi. Yerə qara torpaq ələndi.
Atların qorxusundan az qaldı bağrı çatlasın. Şahə qalxıb kişnədilər. Bu kişnərti də Vəkilin səsinin yanında diş xırçıltısına oxşadı. Atlılar başlarını aşağı əydilər ki, Vəkilin səsi başlarına dəyməsin. Tüfəng atanın tüfəngi əlindən düşdü. Vəkil isə atlıların arasında atlılar boydaydı. İri ayaqlarının üstündə iki balaca təpəciyi üstündə dayanmış kimi görünürdü. Atlılar özlərinə gəlib çaxmaqları çəkdilər, amma hamısının qulaqları batmışdı. Hamısı qorxudan başlarını qaldırıb göyə baxdı. Vəkilin səsi sönmüşdü, amma yeri göyü uğultu bürümüşdü. Qorxa-qorxa çəpərlərin dibinə yığışıb tamaşaya duranlar vəkilin səsindən yerə çökdülər. Boylu gəlinlərin, balaca uşaqların ürəyi getdi. Bağlı itlər özlərini zəncirə vurdular. Açıqlar ilim-ilim etdilər. Hürü qarı diz çökmüşdü. Vəkilin özü də öz səsinə quruyub qalmışdı. Birdən-birə içində yaranmış genişliyi duymaqdaydı. Bütün kəndə elə gəldi, vəkil dəli olacaq. Bu cür eşidilməmiş, ağla sığmaz səsdən sonra dəli olmalıydı. Kənd Dəli Domrulu xatırladı. Dəli Domrulun ruhu tutub dedilər vəkili. Ona görə ki, Domrulu vəkili öldürüb. Sarac qolları sarıqlı keçib vəkilin qabağında dayandı. Qohumlarına baxıb gülümsədi. Niyə eləyirsiniz, dedi. At yıxmışdı məni. Vəkil gətirib qollarımı sarıdı. Yoxsa ölmüşdüm. Vəkil də gülümsədi. Yaxınlaşıb Saracı qucağına götürdü. Sarac yenə vəkilin qucağında uşaq kimi idi. Uşaq kimi sakitcə vəkilin qucağından camaata baxırdı. İmiri gördü. Qapının ağzında dayanmışdı. Gözləri vəkilin səsindən də qorxunc, iri-iri açılıb Saraca zillənmişdi. Sarac istədi gülümsəsin, gülümsəyə bilmədi. İstədi tərpənsin, tərpənə bilmədi. Özündən getmiş kimi idi, heç nə anlamırdı. İmirin gözləri Saracın üstündə tor qururdu. Baxışları sarmaşıq kimi canına sarınırdı. Saracın atı fınxırıb ayağını yerə döydü. Sarac istədi, qorxuram desin, dili dönmədi. Vəkil yenə gülümsüyüb, nə oldu sənə, dedi. Qaldırıb atın üstünə qoydu. Sarac atın üstündə dayana bilmirdi. Ona elə gəlirdi, yəhərdə tərsinə dayanıb. Ayağı yuxarı, başı aşağı. Əyilib özünü düzəltmək istəyirdi. Atlılardan biri yaxınlaşıb Saracı tutdu. İçinə düşmüş səsi ilə, özünü düzəlt, dedi. Ayıbdır, dost düşmən var. Aralandılar. Elə bil Saracın canından nəsə dartınıb qırıldı. Nəfəs dərib özünü düzəltdi. Qorxa-qorxa dönüb baxdı. İmir vəkilin yanındaydı. Nəsə soruşurdu. Sarac istədi, atlılara da deyə ki, o uşağı gördünüzmü? Az qaldı öldürsün məni. Amma İmirin gözlərindəki sirri dilə gətirməyə söz tapa bilmədi. Atlılardan biri, kim idi bağıran, dedi. Vəkil idi. Qulaqlarım indi də açılmayıb. Gedəndə nənədən soruş, qarakəlli alayın da elə səsi olub. Qışqıranda arvadlar uşaq salırmış. Səni vəkil belə eləyib. Boynuna al. Yox, atdan yıxıldım. Sən atdan yıxılan deyilsən. O, İmirin hayfını alıb səndən. Yox, dedim. Biz düşmənik. Arada bu boyda qanlar tökülüb. Barışmışıq. Elə belə də yaşamalıyıq. Onların kökü kəsilməlidir. Yurtda ikisi qalıb onları da öldürək. Hürü qarı ilə barışarıq. Olmaz. Qapılarına gedənəcən heç biri dinmədi. Vəkilin səsi göy üzünün gözə görünməz qorxusu kimi başlarının üstü ilə gedirdi. Canlarındakı titrəmə hələ də kəsməmişdi. Vəkilin boybuxununun, qollarının, səsinin qorxusu görəcəkləri gün kimi qabaqdaydı. Qanıq evinin qorxuyla dolu gələcəyi kimi idi. Dəyərli izləyicilər, Mövlud Süleymanlının Köç romanının növbəti hissələrini dinləmək istəyirsinizsə, kanalımı izləyin, abunə olmağı yaddan çıxarmayın.